Gözəlliyin ən doğru ünvanı Azalyanı sizə təqdim edirik. Gözəl və sağlam dəriyə sahib olmaq istəyən xanımlar. Moskvada təhsil almış həkim-kosmetoloq Aytəkin xanım bugün plazmafarez və plazma lifting prosedurunu nümayiş etdirəcək. İnsanın öz qanından hazırlanmış plazma üz nahiyəsinə və saç diblərinə yeridilir. Əmin olun ki, saçlarınız əvvəlkindən daha möhkəm və parlaq olacaq. Salonda həmçinin botoks, mezoterapiya, filler və gellərlə dodaqlara həcm verilməsi, bir sözlə, xanımların gözəlləşməsi və cavanlaşması üçün hər cür prosedur olunur. Bir çox məşhurların seçimi olan Azalyada məşhur bəstəkar Nalə Mirməmmədli də bu kosmetoloji xidmətdən yararlandı. Mənim qadınlara çox gözəl xəbərim var. Bu Azalya salonuna mən gələndən yalnız qadın kimi özümə baxmağı tərcih edirəm. Təranə xanım çox gözəl bir insandır və onun açdığı bu salonda nəinki üzümüzə, nəinki dırnaqlarımıza, həm də saçlarımıza çox gözəl qolluq olunur. Bugün artıq ikinci dəfədir mən plazma lifting elədim. Çox yaxşı oldu və effektini görmüşəm. Sizə də məsləhət verirəm. Salonun direktoru art stilist Rauf Bədəlzadə sirli şərq gözəlliyi ilə qərb üslubunu bir arada təcəssüm etdirdiyi əsrarəngiz saç düzümü ilə qarşınızda. Hamının çox gözəl tanıdığı, şəhərimizdə çox məşhur olan Səlcuq Usta artıq Azalyada fəaliyyət göstərir. O, avangard üsluba müraciət edərək gəlinlər üçün nəzərdə tutulmuş saç düzümü yığdı. Daha bir gəlinlik saç düzümünü isə bizə məhsəti nümayiş etdirdi. Xanımların gözəl görünmələrində saç düzümü qədər vizaj da önəmli olmalıdır. Elə salonun çox bacarıqlı vizajisti Əfsanə də bunu nəzərə alaraq ərsəyə gətirdiyi vizajlarla nə qədər bacarıqlı olduğunu bir daha isbat etdi. Baxımlı və gözəl əllər qadın gözəlliyinin əsas ünsürlərindən biridir. Manikür ustası Rənaya müraciət etsəz, nəticə sizi heyran qoyacaq. Şılaq, dırnaqların akril və gellə uzadılmasını da ona həvalə edə bilərsiniz. Və sonda budur. Azalya Gözəllik Mərkəzi möhtəşəm gəlinləri sizə təqdim edir. You're number one, you're there and then I want to run, I want you all the time. And everyone wants what's the sun, I don't want living beyond, you know. You hold them to me, but for so please come to me. Nothing else I need is real, I only want to take it. Aziz hanımlar, bundan böyle Azalya Güzellik Merkezi'ndeyim, yolunuzu gözlerim.